Hər vaxtınız xeyirli olsun əziz tamaşaçılar. Bir daha sizləri xoş gördük sağlıqla da. Bu buraxılışımızda biz hamiləlik qanaxmaları haqqında danışacağıq və studiyamızın qonağı Vital Klinikanın rəhbəri mama ginekoloq Afaq Məcidovadır. Afaq xanım, xoş gəlmişsiniz. Elə ilk sual belə gələcək ki, hamiləlik zamanı qanlı ifrazat ola bilərmi və nə zaman olur belə bir şey? Mövzunuz çox aktual mövzudur. Bugünkü gün bu mövzunun aktuallığı nədəndir? Bugün bizim xanımlarımızın çox gözəl səhiyyə maarifləndirilməsi var. Yəni, hər xanım ən azından televiziya ekranlarında, bütün efir vaxtlarında gün ərzində bir 5-6 dəfə həkimlərlə görüşmə imkanındadırlar. Onlar demək olar ki, bütün televiziya kanallarında, bütün radyo kanallarında hər gün ən azından 5-6 dəfə həkimlərlə görüşürlər və daha çox məlumat, daha çox informasiya alırlar. Amma mən çox təəssüflə deyirəm ki, onların bu qədər maarifləndirildiyi bir vaxtda bəzən bizə zənglər gəlir. Yəni, çox zəngli sayıların içindən verilən sual. Mən hamiləyəm və məndə qan gəlir, qan görünür. Bu, uşağa mənə ziyan eləyə bilərmi? Bu sualın belə bir zamanda verilməsi çox təəssüflə qeyd edirəm ki, heç yerinə düşmür. Nədən? Demək, hamilə qadınlar həmişə bilməlidirlər ki, hamiləliyin pozulmasına səbəb olan faktorlar var və hamiləliyin pozulmasını işarə edən, xəbər verən əlamətlər var. Hamiləliyin inkişaf eləməsinə mane olan, yəni pozulmasını bizə işarə edən birinci şikayət, əlamət qanlı ifrazatın olmasıdır. Hamilə qadınlar bilməlidirlər ki, hamiləlik zamanı qanlı ifrazat olmamalıdır. Əgər hamiləlik zamanı qanlı ifrazat olarsa, ağrı olarsa, bu o deməkdir ki, hamiləlik pozulma təhlükəsi altındadır. Hamiləlik inkişafdan qalma təhlükəsi altındadır. Ona görə də bugün gəlin biz hamiləliyin qanaxmalarını danışarkən xanımlara nəyi çatdıraq? Çatdıraq ki, onlar hamiləlik devrində nədən ehtiyatlansınlar? Nə onların hamiləliyini poza bilər? Birinci növbədə hamiləlik zamanı qanlı ifrazatın görülməsi inkişafdan qalmış hamiləlik zamanı baş verir. Yəni, hamiləlik baş verir, lakin döl ana bətnində inkişaf etmək imkanında olmur. İnkişafdan qalır. Bu, hamilələr üçün çox təhlükəli bir haldır. Yəni, inkişafdan qalmış hamiləlik qadının həyatına zərbə vura bilər. Qadının bətnində gəzdirdiyi evladı təbii ki, artıq inkişafdan qalır, o həyat qabiliyyəti olmur. Qanlı ifrazat inkişafdan qalma zamanı əvvəlcə az-az görünür. Bəzən açıq rəngdə olur, bəzən tünd qəhvəyi rəngdə olur bu ifrazat və çox az olduğuna görə qadınlar buna o qədər də əhəmiyyət vermirlər. İfrazatın bəzən ola bilər ki, artması davam eləsin, yəni alqana keçə bilsin. Lakin çox zaman ifrazat dayanır və vaxtaşırı özünü göstərir. Xanımlar özlərində heç nə hiss eləmirlər. Bəzi hallarda özlərini tam sağlam hiss edirlər. Təsadüfi müayinə zamanı məlum olur ki, hamiləlik inkişafdan qalmışdır. İnkişafdan qalma hamiləliyin bütün dövrlərində ola bilər. İstər hamiləliyin ilkin dövri, yəni 2-3 həftəsində, istərsə hamiləliyin 12-ci həftəsində, 16-cı həftəsində, 20-ci, 30-cu, hətta doğuşa yaxın bir dövrlərdə də hamiləlik inkişafdan qala bilər. Yəni, döl bətn daxilində ölə bilər. Təbii ki, bu, demək, təsadüfi müayinə zamanı aşkarlanarsa, hamiləlik, bu zaman qadınlar məcburiyyət qarşısında qalıb ginekoloqa müraciət etməli olurlar. Və bəzən olur ki, o qədər gec müraciət edirlər ki, artıq həkim kömək eləyə bilmir. Anan həyatda təhlükədə qalır. İnkişafdan qalmış hamiləlikdə təhlükə nədən ibarət olur? Əgər döl bətnində ölərsə, bu zaman ölmüş döl anaya, demək, toksiki maddələr qanına keçir dölün tərəfindən. Və o infeksiyalaşmış olduğu üçün uşaqlığın divarının zədələnməsinə səbəb olur. Yəni, həm ananın genital sistemində zədələnmə olur, həm də qanında zəhərlənmə, intoksikasiya olduğuna görə qanın laxtalanma sistemi pozulur. Bu zaman hətta kiçik hamiləlik inkişafdan qalma olduqda həkim, ginekoloq xəstəyə yardım eləyərkən xəstə hətta 3-4 həftə hamiləlikdə xəstəni itirmək mümkündür. Nədən? Bu, heç bir həkimin günahı olmur burada. Burada sadəcə olaraq, demək, xanım hamiləlik, uşaqlıq boşluğu hamiləlikdən təmizlənir. Bu zaman qanaxma ola bilər. Və bu qanaxmanı saxlamaq heç bir mümkün olmur. O zaman qanaxmanı saxlamaq olur ki, artıq uşaqlıq çıxarılsın.
yəni əməliyyat olunsun, qadın uşaqlığı çıxarılsın və qanaxmanı dayandırmaq onda mümkün olur. Çox təəssüflə qeyd edirəm ki, hallar olur ki, belə olan halda da qanaxmanı dayandırmaq mümkün olmayıb və qadın həyatını itirib. Yəni inkişafdan mən bunu deməklə qadınları qorxutmaq istəmirəm. Sadəcə maarifləndirmələrini istəyirəm ki, onlar gecikmiş halda müraciət eləməsinlər. Yəni hamiləliyin ilk dövründə birinci fikirləşsinlər ki, bizim bətnimizdəki hamiləliyimiz inkişaf edir yoxsa yox. Ona görə də həkimə hamiləliyin ilk dövründən, 8-ci həftədən yox, hamiləliyin 2-ci, 3-cü həftəsindən müraciət eləməlidirlər. Afaq xanım, siz hal-hazırda bax elə hamiləlikdə baş verən problemlər, qanaxma haqqında danışırsınız. Mən tamaşaçılarımızın, xüsusən yəni hamilə xanımlarımızın nəzərinə çatdırım ki, əgər hamiləlik zamanı hər hansısa bir problemlə üzləşərsiniz, məsəl elə Afaq xanımın dediyi kimi qanaxmalarınız ya digər bir problemləriniz olarsa, vital doğum evinə müraciət etsəniz, buradakı peşəkar həkimlər sizi müayinə etməyə hazırdırlar. Müayinələr, müalicələr, yəni çox yüksək səviyyədə aparılır. Yəni gecikmədən bunu etmək lazımdır. Afaq xanımın qeyd etdiyi kimi. Həmçinin əgər doğrudan hamiləliyinizi uğurla başa çatdırmaq istəyirsiniz, sağlam uşaq sahibi olmaq istəyirsiniz, təbii ki, vital doğum evində doğuşlar aparılır. Həm təbii, həm keysəriyyə doğuşları aparılır. Afaq xanım şəxsən özü də iştirak edir bu doğuşlarda. Vital doğum evinə müraciət edə bilərsiniz. Bax belə, Afaq xanım, davam etdirək. Demək ki, qanaxma bu heç də yaxşı bir əlamət deyil. Bu nə bir təhlükə bir işarədir. Ona görə mütləq müraciət etmək lazımdır. Mütləq müraciət, erkən devirdə müraciət etmək. Erkən devirdə həm də erkən devirdə müraciətin ikinci əhəmiyyəti nədir? Ola bilər inkişafdan qalmış hamiləlik olmasın, hamiləlik baş versin, lakin boru hamiləliyi ilə və yaxud da uşaqdan kənar hər hansı bir hamiləlik nevi ilə demək baş vermiş olsun. Bu da həyat üçün təhlükəlidir. Mən vaxtımız az olduğu üçün qadınlarımıza ancaq həyat üçün təhlükəli olan qanaxmalardan danışacağım. Yəni uşaqdan kənar hamiləlik zamanı demək qadın hamiləlik testləri müsbət çıxır, ultrases müayinəyə getmir, həkimə getmir. Hesab edir ki, o hamilədir. Lakin elə bir an ola bilər ki, hamiləlik uşaqlıq boşluğuna düşməsin. Mən onu bir görüntülər də var, demək istəyirəm. Gördüyünüz bu uşaqlığın borusunda mayalanmış döl yumurtası uşaqlıq boşluğuna gəldi. Normal halda uşaqlıq boşluğunda yerləşdi və başladı uşaqlıq boşluğunda inkişaf etməyə. Bu normal hamiləliyin yerləşməsidir. Lakin bəzən olur ki, mayalanmış yumurta hüceyrəsi gördüyünüz kimi borudan keçərək dayandı boruda. Borudan uşaqlıq boşluğuna keçə bilmədi və boruda inkişaf eləməyə başladı. O boruda inkişaf eləyərək borunun demək mənfəzi çox dar olduğu üçün borunu partladır və qarın boşluğuna qanaxma başlayır. Belə halda ekranda dayandıraq, gördüyünüz bu mayalanmış yumurta hüceyrəsidir və borunun daxilindədir. Əslində mayalanmış yumurta hüceyrəsi borunun daxilindən demək keçərək uşaqlıq boşluğuna gəlməli və uşaqlıq boşluğunda fiksasiya olunub, orada inkişafını davam elətdirməlidir. Lakin müəyyən səbəbdən boruda iltihab olarsa, boru mənfəzi görürsünüz, boru mənfəzi çox dardır və keçiricidir. Boru yumurtalıqla uşaqlıq arasında bir transfer rolunu görür. Yəni mayalanmış yumurta hüceyrəsini ötürür uşaqlıq boşluğuna. Lakin yol bağlı olduqda, boru bağlı olduqda mayalanmış yumurta hüceyrəsi uşaqlıq boşluğuna keçə bilmir və boruda inkişaf edir. Boruda inkişaf eləyərək müəyyən vaxtdan sonra borunu partladır. Boru partladıktan sonra qanaxma başlayır. Bu qanaxma o biri qanaxmadan nə ilə fərqlidir? Bu xaricə deyil, daxilə olur qanaxma. Daxilə qanaxma olduqda xanımlar bəzən bunu hiss etməyə bilərlər. Yəni, bunu qarın altı nahiyədə bəlkə ağrılar olur, ürək bulanma, qusma əlamətləri olur. Bunu hamiləlik kimi qiymətləndirsələr də gedişatı bunun çox ağırdır. Yəni, qanaxmadan insan həyatını itirə bilər. Və mən onu yada salmaq istəyirəm ki, insan orqanizmində 5 litr qan var və bunun 3-dən biri itərsə, insan həyatını itirər. Ona görə qanaxma ilə ehtiyatlı olmaq lazımdır. İstəyir daxili qanaxma, istəyir xaricə olan qanaxmalar, demək, öz müəyyən miqdarını itirdikdən sonra insan onu bərpa eləmək olmur. Aydındır. Ona görə də demək, uşaqlıqdan kənar hamiləlikdə hamilə qadınlar üçün çox təhlükəli bir haldır. Hamiləliyin ilkin dövründə, özür istəyirəm, hamiləliyin ilkin dövründə
müayinə olmağın bir əhəmiyyəti də budur ki, uşaqdan kənar hamiləliyi biz mütləq qeyd eləməliyik. Bəli, elə bu sual verəcəkdim ki, bax deyirsiniz testlərdən istifadə edirlər, hamiləlik, yəni göstərir ki, hamilədir. Sizcə elə həmən bu müayinəyə müraciət etmək lazımdır, yoxsa biraz gözləməlidirlər? Yəni testlərdən istifadə etmək lazımdır. Onlar özlərinin hamiləlik şübhədən çıxmaq üçün hamiləlik hiss etdikdən sonra, lakin demək, mütləq ginekoloq müayinəsi lazımdır ki, onlar hamiləliyin bünövrəsi qoyulan anda onlarda patoloji dəyişiklik var, yoxsa yoxdur. Yəni, elementarını bunu bilmək çox adi bir şeydir. Uşağın bünövrəsi qoyulan anda, əgər o sağlam qoyularsa, düzgün bünövrə qoyularsa, əvvəla onun inkişafı normal olur. Və bətnində yetişən döl normal döl şəklində inkişaf edir. Əgər bünövrəsində bir narahatçılıq olarsa, yaxud dərman qəbul eləmiş olarsa, infeksiyalaşma varsa, mikroblar varsa, qanda müəyyən dəyişikliklər varsa, orqanizm xəstədirsə, dölün bünövrəsi də normal qoyulmur. Onda bətnində inkişaf edən döl demək normal inkişaf eləyə bilməz. Yəni ən azından əgər inkişafdan qalma təhlükəsi yoxsa, uşaqdan kənar hamiləlik yoxsa, beçəxor vəziyyətinə düşməyibsə, hamiləlik isə inkişaf eləyirsə, ən azından düşü ilə nəticələnə bilər. Yəni bu döl hamiləliyin müəyyən bir müddətində ya inkişafdan qalar və yaxud da başqa bir səbəbdən hamiləlik düşü ilə nəticələnə bilər. Bunları da bilmək üçün təbii ki, müayinələrə müayinələr getmək mütləq lazımdır. Hamiləlik dövründə xanımların müayinə olunması çox vacib şərtdir. Onlar hamiləliyin ilkin dövründə, hamiləliyin ikinci, üçüncü trimestrində demək mütləq həkim müayinələrində olmalıdırlar. Uşaqlıq qanaxmalarına səbəb olan hallardan biri də demək düşüklərdir. Düşüklərdən qabaq mən bir məqamı xatırladım ki, demək ən təhlükəli hallardan biri də beçəxordur. Yəni hamiləlik baş verir, testlər müsbət göstərir, lakin müayinə zamanı məlum olur ki, burada döl yumurtası inkişaf eləməmiş, ancaq demək patoloji ciftin anomaliyası deyilən bir patoloji hal var ki, beçəxor adlanır bu. Dölün əvəzində beçəxor inkişaf eləmişdir. Bu qadınlar həyatında hamiləlik dövründə sayılan ən təhlükəli məqamlardan biridir. Yəni, o düzgün müalicə olunmazsa, çox kəskin inkişaf edən xərçəng xəstəliyinə keçə bilir. Yəni, vaxtında təmizlənməzsə, vaxtında tədbir görülməzsə, beçəxor inkişaf eləyərsə müəyyən vaxta qədər. O, uşaqlığın divarını keçir. Uşaqlığın, mən sadə dildə deyim, divarını sanki yeyir, dağıdır, parçalayır və belə olan halda xəstə qan itirmədən həyatını itirə bilər. Bu hamiləlikdə mi baş verir? Bunu artıq uşaqlıq boşluğunun, bəli, hamiləlik, bu da hamiləliyin bir anomaliyasıdır. Anomaliyasıdır demək. Və uşaqlığı çıxartmaqla da bədən xəstənin həyatını xilas etmək mümkün olmur. Ona görə hamiləliyin ilkin dövründə müayinənin bir əsas demək köməyi də bizə olur ki, xəstədə biz hamiləliyi beçəxordan diferensiyasiya edirik. Fikirləşik ki, burada patoloji vəziyyət yox, hamiləlik inkişaf edir. Ona görə mən yenə vaxtımız az olduğu üçün bir də xanımlara üst tuturam ki, hamiləliyin erkən dövründə mütləq müayinələrdən keçməlidir. Beçəxor demək, əgər uşaqlıq boşluğu təmizlənərsə, qanaxma dayandırılarsa, əvvəllər ultrases müayinə demək metodları olmayan vaxtda təkrar hər 3 aydan bir uşaqlıq boşluğu təmizlənməlidir və alınan qaşıntı histoloji müayinəyə göndərilirdi. Lakin bugünkü gün bizim diaqnostika imkanlarımız o qədər genişdir ki, artıq təkrar qaşınmalara ehtiyac olmur. Əgər birinci dəfədə uşaqlıq boşluğu tamam yaxşı qaşınmışsa, təmizlənmişsə, demək təkrar müayinələr hər 3 aydan bir və 6 aydan bir aparılmalıdır. Əks təqdirdə, əgər bu beçəxor üzüm salxımına oxşayan bir demək törəmədir, orada qovuqçuqlar olur. Əgər o qovuqçuqlardan biri uşaqlıq boşluğunda qalarsa, sonradan o demək inkişaf edir və xoryon epitelioma deyilən bir şişə çevrilir ki, bu da bəd xəstəliyi olaraq demək xərçəng xarakteri daşıyan bir xəstəlikdir. Bunun da ən təhlükəlisi odur ki, tezliklə metastaz verir və birinci ilkin metastazı onun ağciyərləri olur. Ona görə xanımlar demək bir qədər ehtiyatlı olmalıdır və adətən bu irsən demək əvvəl birinci, ikinci hamiləliyində bu hallar baş vermişsə, təkrar hamiləlikdə onlar mütləq demək yoxlanmalıdırlar. Qanaxmalar, uşaqlıq qanaxmaları dedik ki, düşüklər zamanı olur. Ki, bu düşüklər spontan düşüklər deyilir, yəni öz başına alınır bu düşüklər. Hamiləlik qadınlar demək axıra çatdıra bilməyəndə hamiləliyin birinci, ikinci trimestrində ola bilər ki, hamiləlik düşüklə nəticələnsin. Ola bilər bu düşüklər
necə olur? Demək, bu düşüklərə səbəb nələr olur? Bunları ən çox qanda yaşayan, bugünkü gün düşüklərə səbəb olan qanda yaşayan demək, zooinfeksiyalar, mikroblardır. Toksoplazma, xlamidioz, stomegalovirus, gerpslər, brusellanın özü, rubella və s. demək mikroblar var ki, bunlar hamiləliyin qalıb inkişaf eləməsinə, hamiləliyin başa çatmasına mane olan mikroblardır ki, bundan başqa cinsi yolla keçən xəstəliklər var ki, bunlar ureplazma, mikoplazma, gonoreya, sifilis, bu infeksiyalar, mikroblar da hamiləliyin inkişafına maneçilik törədir. Onların demək düşməsinə, düşüklə nəticələnməsinə səbəb olan infeksiyalardır. Eyni zamanda xanımlarda bəzən risk faktorlarda düşüklərə səbəb olur. Mənfi qan qrupu olan xanımlarda da demək hamiləlik axıra qədər inkişaf eləməyə bilər. Hamiləlik qanaxmalarından bir qorxulu məqam da var. Mən bugün ancaq qorxulu məqamları deyirəm. Ona görə ki, biraz xanımları ehtiyatlandırmaq və bu haqda bir bilgiyə sahib olmalarını istəyirəm. Bu da uşaqlıq boynu hamiləliyidir. Uşaqlıq boynu hamiləliyi də çox təhlükəli bir vəziyyətdir. Bu zamanda qadında hamiləlik zamanı az-az qanamalar olur. Və embrion artıq uşaqlığın boşluğunda deyil, uşaqlığın boynu nahiyəsində fiksasiya olunur, orada yerləşir. Bəli, müəyyən səbəbdən iltihab keçirmiş xanımlarda uşaqlıq divarına gəlib yapışa bilmir və döl yumurtası sürüşərək gəlir ən aşağı nahiyə, uşaqlıq boynunda yerləşir. Bu hamiləlik inkişaf elədikdə burada da az-az qanamalar olur, çox az miqdarda, yaxma şəkilli. Lakin müəyyən bir anda elə bərk qanaxma verə bilər ki, profuz qanaxmadan xəstə həmin anda həyatını itirə bilər. Bu uşaqlıq boynu hamiləlik